Bugünkü dərsimiz qazların sıxlığı, nisbi sıxlıq. Biz keçən dərslərdən keçmişdik. Sıxlıq nə ilə ifadə olunurdu? Rho bərabərdir, m bölünmüş v düsturuna ifadə olunurdu. Rho bərabərdir, m bölünmüş v düsturuna ifadə olunurdu. Deməli, biz qazların sıxlığını taparkən v-ni avtomatik özümüz bilməliyik ki, hər bir qazın həcmi 2,14 litr həcm tutur. Bunu bizə vermirlər. Heç vaxt vermirlər. Bizə ola bilər kütləsini versinlər, desinlər sıxlığında. Tutaq ki, mənə veriblər ki, kütləsi 28 qram olan qazın sıxlığını tap, rhosunu tap. Rho bərabərdir sual. Mən bu düstura müraciət edəcəm. Rho nəyə bərabər olacaq? M bölünmüş V-yə. 28-i yazıram bura. Bunu özüm bilməliyəm. 2,14 üzüm bura yazmalıyam. Bilməliyəm ki, qazın 1 molu 2,14 litr həcm tutur. Bunu da buna böləndə səhv eləmirəmsə 1,25 eləyəcək. Və yaxud da əksinə verə bilərlər. Ola bilər ki, bizə, bu birinci nümunə. Ola bilər ki, bizə qazın sıxlığını veriblər. Rhosunu veriblər. Tutaq ki, 2,5 və deyərlər ki, bizə kütləsini tap. İkinci nümunəmizdə. Yəni biz V-ni əzbər bilməliyik. Bunu bilməliyik ki, hər bir qazın 1 molu 2,14 litr həcm tutur. M buradan necə taparam balcıq xanım? V-ni Rho-ya bırak. Ayso, Rho V düsturuna əsasən 2,5-i vuraram 2,14-ə. O da bərabər olar 56 qrama. Qazların sıxlığı və yaxud da ki, sıxlıq verilirsə, biz kütləni bu şəkildə tapa bilərik. Əksinə, kütlə verirsə, sıxlığı bu şəkildə tapa bilərik. Yəni, bu 2,14 avtomatik özümüz bilməliyik ki, nə qədər edir. Sonra, növbəti nümunəyə keçib video izahdan köçürlərsən. Yəni, daxili köçürmək ilə bəzən bizə nisbi sıxlıq verirlər. Nisbi sıxlıq ümumiyyətlə nə? Nisbi sıxlığı D hərfi ilə ifadə edirlər, böyük D hərfi ilə ifadə edirlər. Məsəl üçün, verə bilərlər bizə, tutaq ki, oksigen qazı veriblər bizə, bir də SO2 qazı veriblər. Və deyirlər ki, SO2-nin oksigen olan nisbi sıxlığını tap. Biz ilk öncə bunların emerlərini bilməliyik. Emerini hesablayan da bu olacaq 32. Emer hesablasam bu olacaq 64. Tutaq ki, mən bunların nisbi sıxlığını hesablamaq istəyirəmsə, yəni SO2-nin oksigenə görə nisbi sıxlığını hesablamaq istəyirəmsə, 64-ü böləcəm 32-yə, tapacağım 2-yə bərabərdir. Bu nisbi sıxlıq. Bəzən nisbi sıxlığı bizə hidrogen nisbi sıxlığı kimi verə bilərlər, heliumun nisbi sıxlığı kimi verə bilərlər və yaxud da ki, verə bilərlər bizə havaya görə nisbi sıxlıq. Hidrogenə görə nisbi sıxlıq belə hesablanır. D, H2 bərabərdir mx bölünmüş 2-yə. Hidrogenin kütləsinə böləcəm. D, heliuma görə nisbi sıxlığı necə tapıram? Mx bölünmüş 4-ə. Orada mx nədir ki? Mx həmin maddənin kütləsi. Hansını verib? Hansı maddəsi onun kütləsi. Havaya görə nisbi sıxlıq. D hava bərabərdir mx bölünmüş 29. Yəni havanın kütləsi 29-dur, heliumun kütləsi 4-dür. Hidrogenin kütləsi 2-dir deyə 2-yə böləcəm. Tutaq ki, mənə veriblər ki, qaz qarışığının deməli kütləsi tutaq ki, 28-ə bərabərdir. Hidrogenə görə nisbi sıxlığı tap. Necə yazaram? 28 bölünmüş 2, 14-ə bərabərdir. Və yaxud da bizə qaz qarışığı verə bilərlər. Deyərlər ki, tutaq ki, qaz qarışığının kütləsi 32-yə bərabərdir. 32-ni 4-ə bölərəm, taparam 8-ə bərabərdir. Və yaxud da hər hansı bir qaz verə bilərlər. Deyərlər kütləsi 58-ə bərabərdir. Deyərlər havaya görə nisbi sıxlığını tap. 58-i bölərəm 29-a, taparam ki, 2-yə bərabərdir. Və yaxud da əksinə verə bilərlər ki, heliuma görə nisbi sıxlıq tutaq ki, 4-dür. Mx-i tapmaq, 4-ü vuraram, 4-ə taparam. Başa düşdüm. Və yaxud da ki, hidrogenə görə nisbi sıxlıq tutaq ki, 16-dır. 16-nı vuraram 2-yə, taparam 32. Və yaxud havaya görə nisbi sıxlıq tutaq ki, 2-dir. 2-ni vuraram 29-a, taparam nədir? Anladın? Əksdəsində işləmək mümkündür nisbi sıxlıqda. Bu oldu belə. Sıxlıqla kütlə bilginə ki, düz mütənasibdir. Sənə versələr ki, hansı maddənin və ya hansı qazın sıxlığı eynidir. Baxacaqsın, kütlələri eyni olan, kütlələri bərabər olanların sıxlıqları da bərabər olur. Bu belə. Donduraq, uzun bir video olmasın.